Aha. Deməli müəllimlər, yeni mövzumuz olacaq. Məsələn, mövzulardan biri olacaq fasilitator. Fasilitator kimdir? Fasilitator kimdir? Deyirik ki, fasilitator prosesi sadələşdirən və idarə edən şəxsdir. Bu şəxslər bizə yəni biz özümüzü götürək. Biz müəllimlər fasilitatoruq. Biz şagirdlərə, müəllimlər, məlumatı hazır şəkildə vermirik. Onlara yol göstəririk. Onlara öyrənməyi öyrədirik. Biz müəllimlər fasilitatoruq. Biz onlara bələdçi oluruq. Biz onlara yol göstəririk. Deməli, fasilitator kim oldu? Fasilitator yol göstərən oldu. Fasilitator istiqamət verən oldu. Bələdçi oldu. Fasilitator şagirdlərə öyrənməyi öyrədən oldu. Və fasilitator şagirdləri məlumatlarla təmin edən şəxslərdir. Məsələn, dərsliklərdən kifayətlənməyərək şagirdlərə əlavə internet resurslarından da məlumatlar əldə edib şagirdləri məlumatlandıra bilərik. Şagirdləri məlumatlandırandır fasilitator. Həmçində fasilitator tədqiqatçıdır. Bu nə deməkdir müəllimlər tədqiqatçı? Bilirik ki, hər evdən bir uşaq gəlir. Şəhərin hər tərəfindən bir uşaq gəlir. Yəni hər bir uşaq hərəsi ayrı-ayrı psixologiyaya sahibdir. Biz onları tədqiqatçı kimi tədqiq eləyib, onların xüsusiyyətlərini araşdırmalıyıq və onların psixologiyalarını bir növ araşdırıb, yaxşı bələd olub və ona görə şagirdlərə yanaşmalıyıq. Münasibətimizi ona görə tənzimləməliyik. Bu da bizim fasilitator kimi bir borcumuzdur. Sonra müəllimlər, başqa nə deyə bilərik? Məsələn, fasilitatorla bağlı nə deyə bilərik? Müşahidəçidir, müşahidə eləməlidir şagirdləri davamlı olaraq. Dinləmək, şagirdlərin sözünü kəsmədən dinləməliyik. Onlara qulaq asmalıyıq bir fasilitator kimi. Çünki onlar haqqında məlumatlı olmaqdan ötürü də biz bu müşahidəçiyik axı, biz tədqiqatçıyıq, tədqiq edirik axı, müşahidə edirik axı. Bunlar hər biri bizə nə üçün lazımdır? Bizə düzgün fasilitator olmaq üçün lazımdır. Daha sonra müəllimlər, gəlirik nəyə? İnklüziv yanaşmaya. Bayaq testdə inklüziv yanaşma haqqında qısa bir məlumat verdim. İnklüziv yanaşma odur ki, istər sağlamlıq imkanı məhdud. Buna adətən sim kimi də yazırlar, baş hərflərlə. İstər sağlamlıq imkanları məhdud olan şagirdlər olsun. İstər dini fərqi olsun, irqi fərqi olan şagirdlər olsun, istərsə də sağlamlıq imkanı məhdud olmayan digər şagirdlər. Bunlar hər biri inklüziv təhsil deyir ki, bir yerdə təhsil almalıdırlar onlar. Yəni biz digər şagirdlərlə bunlar arasında fərq qoymamalıyıq. Onlara eyni mühitdə dərs keçməliyik. Eyni yanaşma, yəni eyni yanaşma yox, hər birinə ayrı-ayrı yanaşma, münasibət göstərməliyik. Buna diqqət edirik. Yəni differensial yanaşmalıyıq. Və inklüziv təhsilin özünün bir neçə prinsipləri var. Bunun prinsiplərindən biri budur ki, insana dəyər. Yəni bu nə deməkdir? Bu deməkdir ki, biz insana onun bacarığına, nailiyyətinə görə qiymət verməməliyik, dəyər verməməliyik. Bax, misal üçün, ailə öz evimizdən deyək. 2 dənə övladımız var. Övladımızın biri universitetə girib, biri girməyəndə, əgər siz o universitetə girəni daha çox belə hörmət qoyursunuzsa, onu daha çox istəyib əzizləyirsinizsə, digərini biraz aşağıdan görürsünüzsə, demək siz onun bacarığına görə ona dəyər verirsiniz. Bu düzgün yanaşma deyil. Eləcə də sinifdə də həmin mühitü şagirdin bacarığına görə, onun xarakterinə, xasiyyətinə görə, xüsusiyyətlərinə görə, yəni insan şəxsiyyət olduğuna görə dəyər verməliyik. Sonra düşünmə, hiss etmə var. Yəni hər kəs hiss etmə, düşünmə qabiliyyətinə malikdir. Bu nə deməkdir? Əsasən müəllimlər, bilmirəm sinifinizdə elə bir şagird var yoxsa yox. Bu sağlamlıq imkanı məhdud olan şagirdlərdə xüsusi bir həssaslıq olur. İnsanların hərəkətlərinə qarşı, onlara yanaşmasına qarşı xüsusi bir həssaslıq olur və ona görə də müəllimlər də onlara qarşı xüsusi bir həssaslıqla yanaşmalıdır ki, onların qəlbinə dəyməsin, onları inciməsin, bir fərq hiss eləməsin. Daha sonra ünsiyyət var. Nə yəni ünsiyyət? Yəni bu insanlar, yəni sağlamlıq imkanları məhdud olan şagirdlərin də ünsiyyətə ehtiyacı var. Digər insanlarla, yəni fərq olmayan cəmiyyətdə adaptasiya olmaqdan ötrü, düzgün adaptasiya olmaqdan ötrü də ünsiyyətə, əməkdaşlığa, qarşılıqlı ünsiyyətə, əməkdaşlığa ehtiyacı var. Sonra həmişəyaşıdları ilə ortaq bir mühitə ehtiyacı var. Bir də adaptasiya söhbəti var müəllimlər. Əgər ki, biz nəyə görə ən çox da bu inklüziv mühiti yaradırıq?
onları normal mühitə, cəmiyyətə adaptasiya etməkdən ötürü. Eləcə digər şagirdlər, məsələn, heç bir problemi olmayan, sağlamlıq cəhətdən gedir söhbət. Problemi olmayan şagirdlər də əgər o şagirdlərlə bir mühitdə dərs keçməsəydilər, kənarda görsələr, tutaq ki, görür ki, ayağı yoxdur. Kənardan məsələn valideynlə gedib deyər ki, ay ona bax, onun ayağı yoxdur. İstərsəniz o eşidir axı qıraqdakı. Onu fərq edir ki, onundan danışılır. Onun ayağının olmamağından danışılır. Ona pis təsir edir. Amma onunla məsələn həmin şagirdlər bir müddət təhsil alsalar, gözü öyrəşmiş olur, görmüş olur. Onlarla çünki bir ünsiyyətdə olurlar, bir yerdə təhsil alırlar. Artıq ona bir kənarda bir qeyri-adi bir hadisə kimi, bir insan kimi baxmayacaqlar. Ona görə deyirik ki, inklüziv təhsil həmin şəxsləri cəmiyyətə adaptasiya edir və bunun üçün lazımdır. Daha sonra müəllimlər gəlirik nəyə? Bir də ki, burada nə var? Burada öyrənmək üçün universal dizayn var. Bunu siz necə bir başa düşək? Universal dizayn, öyrənmək üçün universal dizaynı. Bunu elə belə bir nümunə gətirmişəm sizə. Elə bir gedirsiniz də restorana, restoranda menyuda nə var? Menyuda ancaq ədviyyatlı toyuq var. Bunu hamı yeməyə bilər də. Məsələn, balaca körpə uşaqları yeyə bilməyəcək, mədəsi xəstə olanlar yeyə bilməyəcək və çox adam ac qayıdacaq. Amma menyu zəngin olanda hamı tox qayıdacaq. Öyrənmək üçün universal dizayn da bunu deyir. Və bu nə deməkdir? Bunun özünün prinsipləri var. Cəlb etmə prinsipi var, təqdimat prinsipi var, bir də fəaliyyət prinsipi var. Cəlb etmə nədir? Yəni bu onun üçün lazımdır ki, şagirdlərin dərsdə həvəs yaratmaqdır. Şagirdlərdə dərsdə həvəs yaradırıq ki, şagirdlər bilsin ki, mən bu mövzunu nə üçün öyrənirəm? Bu mənə real həyatda lazım olacaq? Yoxsa elə bu öyrənəcəm burada qalacaq? Yəni bu motivasiya bunun üçün lazımdır. Sonra real həyatda nə üçün lazım olacaq bu dərs sənə? Bunun mahiyyətini açıqlamaq lazımdır şagirdlərə. Sonra təqdimat. Təqdimatda hər şagirdin qavraması fərqlidir, öyrənmə tərzi fərqlidir. Bir şagirdə onların öyrənmə tərzinə uyğun yanaşmalıyıq, dərsi ona uyğun təşkil etməliyik. Misal üçün, elə uşaq var ki, fərdi, eləsi var cütlərlə və yaxud eləsi var ki, görərək daha yaxşı öyrənə bilir, eləsi eşidərək. Bunların hər birini biz nəzərə alaraq dərsimizi təqdimatını təşkil etməliyik. Sonra müəllimlər fəaliyyət var. Fəaliyyət hissəsində isə artıq şagirdlər özlərinin öyrənmə tərzinə uyğun öz dərslərini təqdim edirlər. Bu da fəaliyyət hissəsidir. Şagirdlərin fəaliyyət hissəsidir. Yəni özlərini ifadə etmək üçün biz seçim veririk. Misal üçün sən özünü necə məsəl üçün bir mövzudur. Bu mövzunu biri şəkil çəkərək ifadə edir. Biri məsələn çıxış eləyərək biri esse yazaraq ifadə edir həmin mövzunu, təqdim edir, belə deyim. Bu da şagirdlərin fəaliyyət hissəsi, təqdimat hissəsidir. Sonra müəllimlər gəlirik nəyə? Gəlir bir də inklüziv mühitdə olan məktəblərin özəllikləri nədir? Bu məktəblərin özəllikləri. Bir saniyə, odur ki, hər kəsin fərqli olması bayaq dediyim kimi faktı qəbul olunur. Hər kəs fərqli ola bilər. Birinin ayağı olmaya bilər, birinin məsələn eşitmə problemi ola bilər, birindən görmə problemi. Bunu hər kəs adi qarşılamalıdır. Belə qeyri-adi bir hadisə kimi qarşılamamalıdır. Və bu həmin o məktəblərdə adi qarşılanan hadisə kimi qiymətləndirilir. Sonra gəlirik nəyə müəllimlər? Differensial. Differensial təlim nədir? Differensial yanaşma nədir? Differensial təlim odur ki, different ingilis sözündən müxtəliflik deməkdir. Şagirdlərin müxtəlifliyini nəzərə alırıq. Və özünü məsələn, hər bir şagird dedik ki, fərqlidir və fərqliliyi nəzərə almalıyıq. Məsələn, əgər testdə düşsə ki, qarşınıza çıxsa ki, müəllim sinifdə hər kəsə eyni yanaşır, bu səhvdir. Müəllim eyni yanaşmamalıdır, çünki şagirdlər müxtəlifdir, öyrənmə tərzləri müxtəlifdir və ona görə fərqli yanaşma tiplərindən istifadə etməlidir. Hər şagirdə görə fərqli yanaşmadan. Bu da differensial təlimdir və onun komponentləri var. Komponentləri nədir? Differensial yanaşmanın məzmun komponenti, proses, nəticə, qiymətləndirmə. Məzmun komponenti odur ki, məzmunu hər şagirdin məzmunu qavraması, idraki fəaliyyəti fərqlidir. Yəni bu nə deməkdir? Eləsi var, məsələn, aşağı təfəkkürdədir, eləsi var orta, eləsi var yuxarı təfəkkür səviyyəsinə malikdir. Biz şagirdlərin təfəkkür səviyyəsini nəzərə alaraq məzmuna, yəni ona uyğun tapşırıqlar təşkil eləməliyik. Əsasən idrak taksonomiyasının fe'llərinə uyğun. İdrak taksonomiyasının fe'lləri hansı idi? Aşağı təfəkkür var idi, xatırlamaq, anlamaq, tətbiq etmək. Bir də yuxarı təfəkkür var idi. Təhlil var idi, dəyərləndirmə var idi, yaratma var idi. Biz də məzmunu ona uyğun təşkil edirik.
Prosesi isə, proses nədir? Dərs prosesidir. Dərs gedişatının isə şagirdlərin öyrənmə xüsusiyyətlərinə görə. Misal üçün elə şagird var ki, sərbəst işləyə bilir. Hər şagirdin məsələn öyrənmə xüsusiyyəti fərqlidir. Bayaq dedik ki, eləsi var fərdi işləməyi sevir, eləsi var cütlərlə, eləsi var qrupla. Bunları da nəzərə alırıq dərs prosesində. Sonra nəticədə də şagirdlərin özləri təqdimatıdır. Hər kəs öz öyrənmə tərzinə uyğun nəticəni, mövzunu təqdim eləyir müəllimə, sinifə təqdim eləyir. Bu da nəticə hissəsidir. Qiymətləndirmə də odur ki, şagirdlərin ilkin bilikləri və maraqları nəzərə alınmaqla aparılan fəaliyyətdir qiymətləndirmə və qiymətləndirmə tək müəllim yox, özünü qiymətləndirmə və yaxud da qarşılıqlı qiymətləndirmədən, yəni yoldaş qiymətləndirməsindən də istifadə oluna bilər. Bir də müəllimlər, gəlirik nəyə? Vaxtımız az qalıb. Öyrənmə tərzi haqqında danışacağam. Öyrənmə tərzi nədir? Bayaq dedim hər birində adını çəkmişdim. Hər şagirdin öyrənmə tərzi fərqlidir. Bax, bu öyrənmə tərzi, 4 dənə öyrənmə tərzi var. Baş hərflərindən vako kimi. Vizual, elə şagird var ki, görərək daha yaxşı öyrənir. Görərək nə deməkdir? Məsələn, slide show təşkil edirəm, şagirdlər görürlər, yaddaşdan göz yaddaşı deyirlər göz yaddaşı daha yüksək olur. Eləsinin var eşitmə. Misal üçün, Rəna müəllimə deyir ki, mən dərsə qulaq asandan daha yaxşı yadımda qalır. Deməli, Rəna müəllimədə eşitmə yaddaşı daha güclüdür. Bu onun adual, yəni adual öyrənənlər sırasına daxildir. Və yaxud da kinestetik öyrənənlər var. Eləsi məsələn şagirdlər var ki, sinifdə məsələn rollu oyunlarla öyrənəndə, laboratoriyada gedəndə, tətbiq eləyəndə daha yaxşı öyrənirlər onlar. Bunlarda nədir? Bunlarda demək kinestetik öyrənmədir. Hərəkət var, toxunmaq var. Onlar toxunaraq öyrənirlər. Hərəkətdə olaraq öyrənirlər. Bir də var oxuyub yazaraq öyrənmə. Oxuyub yazaraq öyrənənlərdən isə onlar qeyd götürmək, sonra mühazirələrdə iştirak etmək, oxuyaq, yazmaq, belə deyim, qeyd götürürsən, mətn oxumaq, əsərlər oxumaq, bunlar ona maraqlıdır. Onlar daha çox onlara bilirlər.